Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 7-ci sinif Azərbaycan dili suallarını variantlar üzərinə sürətli bir şəkildə izah edəcəm. Yəni hansısa bir sualla bağlı ətraflı izah istəsəz videonun şərh bölməsində qeyd edərsiniz. Video keçmədən öncə bir kiçik xahişim də olacaq. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə başlayaq. Zindanda görüş mətni. Deməli, burada yazmışdı ki, mətnin məzmununa əsasən yanlış fikri müəyyən edin. Bax, Qurbani bir kisənin içərisinə gəlmişdi. Bəli, burada var idi. Dədə Yediyar zindana düşməsini Qurbani günahkar hesab edir. Danışığından elə hiss elədik orada. Deyir ki, məni sənə də özünə görə. Qurbani yoxa çıxdığını Ziyad xana Qara vəzir xəbər verir. Bəli, Qara vəzir vermişdi. Amma D variantında Ziyad xan Qurbani zindana atılmasına əvvəlcədən xəbərdar idi. Burada biz Qurbaninin danışığından görürük ki, yazıb ki, diqqətlə baxaq. Qara vəzir onu da bilsin ki, mən bura öz başına gəlməmişəm. Sonra yazıb ki, burada sizin bu şəhər qəribə yerdir, vəzir xandan böyük olub. Yəni, sanki vəzir qərar verir, şahın xəbəri yoxdur. Buna görə D-ni götürmək olar. Yəni, 7-də 1 D. Gəldi ikinci suala. Tünd hərflə verilmiş ifadələrlə bağlı hansı fikir doğrudur? Yazıb ki, dil boğaza qoymamaq haqqında danışılan vacib bir məsələyə reaksiya verməmək mənasında işlənmişdir. Bir dənə baxım, yox. Yoxa çıxmaq ifadəsi mətndə tapılmamaq, qeyb olmaq mənasında işlənmişdir. 2-də B. Ümid edirəm uşağın səsi sizə mane olmur. Üçüncü sualda mətndə aşıq eşidən onu da hər yerdə deyər. Aşığın, yəni elin gözü qulağı olduğunu, gördüyü həqiqətləri yaydığını. 2-də B, 3-də C. 4-də Qurbani ilə Dədə Yediyan diyaloquna əsasən Qurbanın haqqında hansı nəticəyə gəlmək olar? Hər şey açıq deməkdən çəkinməyən, cəsarətli və sözü üzə deyən insandır. 4-də A. 5-də çərçivədə verilmiş sözün kontekstə görə mənasını, qəmə sözünün mənası burada var idi. Bir dənə baxaq, qəmə sözünü soruşurdu. Bəli. Yəni kiçik xəncər. 5-də D. 6-da mətnin plan bəndlərinin ardıcıllığını müəyyən edərək cavab kağızına yazın. Deməli, Qurbaninin zindana gətirilməsi, zindanda gözlənilməz görüş ustadla şagird və onun cəsarətli nitqi. 3-1-2. 7-də mətsu növdə olan feili deyir, sənədlər yoxlandı kimsə tərəfindən. 7-də C. 8-də azaltma dərəcəsində olan sifəti deyir. Açıq qırmızı, bu azaltma dərəcəsindədir. 8-də A. 9-da bəndlərdən birində nümərativ söz düzgün işlədilməmişdir. 5 baş adam yanlışdır. 5 baş inək olar. 9-da B. 8A, 9B. 10-da frazoloji birləşmədən ifadə etdiyi mənəyə əsasən uyğunluğu müəyyənləşdirin. Diqqət eləsək, gözə kül üfürmək, yalandan tərifləmək, aldatmaq, dərisinə saman tətmək, cəzalandırmaq. 3-də də ağ yuyub qara sərmək, yəni danlamaq. Ona görə də 10-da B olacaq. 11-də tərz hərəkət zərfini deyir. Diqqətlə oxuyur. Necə oxuyur? C variantı. 12-də hansı cümlədə vacib şəklində olan feil işlənmişdir? Gənc mütəxəssislər peşəkarlıq namını öz sahələrinə aid yenilikləri daim izləməlidirlər. Malı-məli. 12-də B. 13-də o bu əvəzdən sonra vergin düzgün qoyulduğu cümləni müəyyənləşdirin. Burada o əlindəki kitabı masanın üstünə qoydu. Kim o isimləşib? 13-də A. 14-də ancaq sözünün ədat kimi işləndiyi. Onu yalnızdan əvəz edib tapmaq olar. Bu çətin və qəliz riyazi məsələləri yalnız sən həll edə bilərsən. Yəni ancaq sən həll edə bilərsən. Gəldik 15-ci suala. Hansı cümlədə qoşmanın yazılışı səhvdir? Bax, burada diqqət eləsək, səhərədək, dək qoşması bir hecalı qoşma olduğuna görə sözlərə bitişik yazılır. Yəni ona diqqət eləsək, D variantını götürə bilərik. 16-da hansı cümlədə mübtəda məstərlə ifadə olunmuşdur? C variantına fikir verək. Oxumaq insanın dünya görüşünü zənginləşdirir. İnsanın dünya görüşünü zənginləşdirir. Nə? Oxumaq. Yəni məstər burada isimləşib və C variantını götürə bilərik. 17-də mütəşəkkil sözünün fonetik təhlil ilə bağlı yanlış fikir soruşur. Bax, burada yazıb ki, kar samitdən sayı cingiltili samitdən sayından çoxdur. Baxaq, mütəşəkkildə qoşa kılardan, yəni ikincisi qaydaya görə cingiltili olur. Yəni G-yə çevrilir. İndi baxaq. L, G, M cingiltilidir. T, Ş, bir də K, bunlar isə kardır. 3 cingiltili, 3 kar. Onda bunu biz bərabər götürə bilərik. Yəni 17-də B olacaq. Yanlışı soruşur. Yəni kar samitlər çox deyil.
18-ə baxaq. İsmi xəbər işlənən cümləni müəyyən edin. Biz bilirik ki, ismi xəbər ümumiyyətlə, yəni adlarla ifadə olunur, sonra məstər, fe'li sifətlə ifadə oluna bilər. Burada 18-də bax, hazırlaşırlar zaman şəkilçisi. Qovur zaman şəkilçisi, tamamlayacaq zaman şəkilçisi. Yəni fe'lin şəkilləri fe'li xəbərə aiddir, amma məkandır burada ismi xəbər olacaq. Ona görə də 18-də D-ni götürə bilərik. 19-da mənsubə şəkilçisi sözü seçib yazmalıyıq. Anasından, yəni onun anasından. S mənsubiyyətdir. 19-da anasından sözünü yaza bilərik. Uşaq. Aha, keçək o biri mətnə. Deməli, 20-ci sualda diqqət eləsək burada. Orkestr mətni yəqin ki, şagirdlərimiz diqqətlə oxuyublar. Burada birinci suala diqqət eləsək, musiqi alətlərinin tərkibindən asılı olaraq orkestrlərin növlərini hansı variantda düzgün göstərilmişdir? Bizim uşaq imkan vermədi, bircə saniyə. Aha, burada B variantı diqqət eləsək, simfonik orkestr, simli orkestr, xalq çalğı alətləri orkestri. Aha. Burada 20-də B-ni götürə bilərik. Yəni, bunu biz hansı abzıza görə götürürük? Məsəl üçün, 3-cü abzasda var idi simli alətlər, sonra burada var idi müxtəlif zərb alətləri, çalğı alətləri var idi. Bir də simli alətlər, simfonik orkestr. Bunları yaza bilərik. 3-cü abzasda bunların hamısı var. Diqqətlə baxsaq. Aha, bu da belə. Gəldik nəyə? Yəni, 20-də B oldu. 21-ə baxaq. Mətndə dirijorun fəaliyyəti haqqında hansı nəticəyə gəlmək olar? A variantı diqqət eləsək, dirijor həm texniki idarəetməni, həm də əsərin bədii şərhini öz üzərinə götürür. 21-də A-nı götürə bilərik. 22-də mətnə əsasən orkestr sözünün keçdiyi yolu necə xarakterizə etmək olar? Burada diqqət eləsək, məkan adından həmin məkanda fəaliyyət göstərən kollektivin adına keçid. Bu nəyə görə? Lap giriş hissəsində birinci cümləyə baxsaq, görə bilərsiniz. 22-də C. 23-də mətnin məzmunu ilə bağlı hansı fikir səhvdir? Baxın, diqqətlə burada, daha doğrusu 22 dedi, 23 qaldı, üzr istəyirəm. Mətnin məzmunu əsasən hansı ifadələr nöqtələrin yerinə yazıla bilməz? Gəlin baxaq. 400 il ərzində orkestrlərin tərkibində müəyyən dəyişikliklər baş verib, ortaya çıxıb özünü göstərib, hər üçü olar. Amma aradan çıxıb bu yanlışdır. 23-də D. 24-də mətnin məzmunu ilə bağlı hansı fikir səhvdir? İlk orkestrlər meydana gələndən bəri onların tərkibi dəyişməz qalıb. Amma burada yazmışdı axı, bir dənə diqqətlə baxaq deyim sizə. Müəyyən dəyişikliklər var idi burada. Bax, ikinci abzasda var idi. Yəni, dəyişib. Yəni, müxtəlif belə deyim də, dəyişikliklər özünü göstərib. Aha. Gəldi 25-ə. Kursivlə verilmiş. Bircə saniyə bax, yerinə yetirmə ifadəsinin qarşılığını deyir. Kursivlə verilmişdə musiqi şərhini orkestr vasitəsilə həyata keçirir. Yəni, yerinə yetirir. 25-də C variantını, C variant deyirəm daha doğrusu, 25-də sonuncu sözü yaza bilərik. Yəni, həyata keçirir, yerinə yetirir. Belə. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Diqqətinizə görə təşəkkürlər.